Əssəlamu aleykum, dəyərli hocam. Və aleykumussalam və rəhmətullah. Hocam, mən Lə iləhə illallah kəlməsindəki inkar və isbatı bilirəm. Ümumi olaraq bu kəlmənin mahiyyətini də bilirəm. Lakin mən sizdən elmli şəkildə bir izah istəyirəm. Lə iləhə illallah kəlməsində Lə iləhə inkar, illallah isbatdır. Mənim sizdən elmli şəkildə izahını istədiyim məsələ budur ki, İnkarsız isbat sahibini şirkdən, isbatsız inkar sahibini küfürdən qurtarmır. Bu qaydanın izahını, açıqlamasını sizdən dinləmək istəyirik. Bəli, bu çox gözəl və mühüm bir məsələdir. Dediyimiz bu kəlmə, hansı ki, inkarsız isbat sahibini şirkdən, isbatsız inkar sahibini küfürdən qurtarmır. Bu ifadə tövhid əqidəsinin dərin bir qaydasını izah edir. Mən bunu aydın və dərs üslubunda izah edim. İnkarsız isbat insanı şirkdən qurtarmır. İsbatsız inkar isə insanı küfürdən qurtarmır. İnkarsız isbat nə deməkdir? Yəni bir insan, Allah var, Allah birdir, Allah yaradandır, özünə mən müsəlmanam deyir, amma Allaha şərik qoşulan əməlləri və etiqadları inkar etmir. Məsələn, qəbirlərə dua edir, ölülərdən kömək istəyir və ya özü bunları etməsə də, bunu edənlərin müşrik olduqlarını, bu əməllərin şirk, küfür və batil olduqlarını söyləmir. Qeybi bildiklərini iddia edənlərə, falçılara, nəzərdən qoruyan əşyalara inanır. Amma eyni zamanda Allah birdir deyir. Bu halda o, isbat edir. Yəni, Allah var deyir, lakin batil ilahları inkar etmir. Bu cür isbat insanı şirkdən qurtarmır. Çünki tövhid yalnız Allah birdir deməklə deyil, Allaha şərik qoşulan hər şeyi rədd etməklə tamam olur. Rəbbimiz buyurur ki, kim tağutu inkar edib Allaha iman gətirərsə, artıq o ən möhkəm qulpa yapışmışdır. Bəqərə surəsi 256-cı ayət. Ayədə əvvəl inkar gəlir, yəni tağutu rədd etmək. Sonra iman zikr olunur. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi isə dedik ki, isbatsız inkar sahibini küfürdən qurtarmır. İsbatsız inkar nə deməkdir? Yəni bir insan, mən bütlərə inanmıram, şirki rədd edirəm, xurafata qarşıyam deyir, amma Allaha iman gətirmir. Onu Rəbb və ilah olaraq qəbul etmir. Batil ilahları inkar edir. Amma illallahı isbat etmir. Məsələn, ateist, deist, heç nəyə inanmıram deyənlər. Bu halda o, inkar edir, lakin isbat etmir. Bu cür inkar insanı küfürdən qurtarmır. Çünki iman yalnız batili rədd etməklə deyil, haqqı qəbul etməklə mümkündür. Həqiqi tövhid nədir? Həqiqi tövhid iki əsas üzərində qurulur. Birinci, batili inkar etmək. Şirki, küfrü, tağutları, xurafatları, Allaha şərik qoşulan hər şeyi rədd etmək. İkinci, haqqı isbat etmək. Tək olan Allaha iman gətirmək. Onu ibadətdə, itayətdə və sevgidə tək bilmək. Çünki kəlmə-i şəhadətin özü də bunu göstərir. Lə iləhə, heç bir məbud yoxdur, inkar. İllallah, yalnız Allah vardır, isbat. Ona görə də biz belə deyirik. İnkarsız isbat insanı şirkdən qurtarmır. İsbatsız inkar isə insanı küfürdən qurtarmır. Qurtuluş yalnız bu ikisi birlikdə olduqda mümkündür. Rəbbimiz Allah Azze və Cəllə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə buyurdu ki, de, mənə belə vəhy olunur ki, sizin məbudunuz tək olan ilahdır. Siz müsəlman olmayacaqsınızmı? Ənbiya surəsi 108-ci ayət. Başqa bir ayədə, Maidə surəsi 5-ci ayədə Rəbbimiz buyurur ki, imanı inkar edənin əməlləri boşa çıxar və o axirətdə ziyana uğrayanlardan olar. İnsan bilməlidir ki, tövhid kəlməsi iki sütundan ibarətdir. İnkar və isbat. İnkar və isbatdan cahil qalan şəxsin isə İslamdan payı yoxdur. Və əxiru də'vana ənilhamdülillahi rabbil aləmin. Bu zikrin mənası budur. Və axırda bizim duamız aləmlərin Rəbbi olan Allaha həmd etməkdir. Elhamdülillahi rabbil aləmin.